Hello güzel ses necəsiniz deyilirsiniz. Bugün Brawl Talk'u izleyeceğiz. Düzdür bir gün gecikmişəm. Ama olsun yani tezeliğine izləyirəm aslında mən də. Videoda böyle edit falan fistan yoktu. Sadece yani tepki videosudur. Ne gözləyirsiniz ki? Neyse kayıttayım ama birden boş lakkırtı vuraram. Neyse buyurun izleyək. Kalite ne günde olar bilmirəm. Oh my god. Bu karakter hakkında bilgimiz var idi her neyse. Anime karakteri ne alakalı? Ne yalan diyeyim Sailor Moon'da bir tane kız var idi. Onu oxşayır. Ve Daryl var bir karakter ya bu ne? Top. Aa. O kim? Böyle what the fuck ne olur neyse. Aha. Kırmızı saç. Damien. Ben bilirim. Aha. Bir de şu alt yazıları açsam. Bunu yok. Alt yazı ne dilinde? Dansı dilde diyor. İngiliz dilinde. Yani siz veletler anlamazsınız. Halelelelele. Onun için Türkçe'ye koydum. Fragment of their band with Lumi, but music turns him into an uncontrollable beast who destroys everything around him. He really doesn't want to break it, but the beat says patlama hasarı verir. Ona patlama verdi. O bu sırada ve iki tane şey var. Bozuk. Onun da üstü Buzz Lightyear. Bu Buzz Lightyear'ın da üstü de amına koyayım bu ne? He jumps forward, summoning a stage arena made of speakers around him. Enemies then have to either duel Damien or destroy the speakers to get free. Damien is also being released with this hypercharge, which sets the floor on fire once he lands from his super. Damien is being released in April. April'de. April'e baktı. Which sets the floor on fire. Çünkü April ayındaydı dəqiqə. April'in axırı əslində Damien'in nə qədər bizi deyirlər. Ya gəlin həftədən başlama üzrə ya da ki ondan sonraki həftədən başlama üzrə Damien gələcək. Haydi bismillah. Yeni karakter. Seversiniz daha var. Seni seçtim eğitim. Ha. Bu ne ama? Star Tool'una şey geldi. Teze üye. Sailor Moon'da bir tane kız vardı. Onu oxşayır bu. By hitting it with her sword. Starnova's main attack is two cute projectiles that she shoots in a straight line. Quite simple, but it's when she transforms. Fazla tiri kopyalayıp yapıştırıblar ya bu nedir? Prosta əlavə olaraq can da yedir. Yenə bazı tirin qılınc hasarı 2400 idi və seri vura bilir. Bunu da bilmirəm necə olacaq. Çünki test hesabı olduğu üçün mərmi doldurma hızını zat da bilmirik. Əgər mərmi doldurma hızı çox sürətlidirsə və seri vura bilirsə Edgar kimi falan fistan, onda vəziyyət biraz pis olacaq. Çox pis olacaq. Can da yığıram mənə koyayım. 600 can yığır fikirləşində. Sirius'a bir dənə hardaysa şey gəlib də o cümlə fikirləşir. Mayda. Və Demi yayınlandı, etkinlik keçdi, 3 həftə çəkəcək, 3 həftə neydi, 2 həftə çəkəcək. Bir həftə, hə 3 həftə, hər 3 həftədə bir tezə karakter var. Dani niyə top oldu? Mən Dani top demək istəyirsən, burası. Bir tane oyun modu var idi, maşın olurdu. Bu karakter promo maşındı. Aha, gezdikcə hız yığır. Bu duello üçün çox əla bir karakter olacaq bir də. Promo vuruşumuzla yox, karakterin özü ilə hasar verəcəz. Kaşay mekanik. Daryl'da da böyle şey değil ki neyse. Excellent non-scripted question, AJ. We are reworking our shop to make it a bit more modern, and Juju will have her own slot there. This will be the place to take. We are reworking our shop to make it a. İndi əgər hesablasaq ki, gizemli kostüm 200 elmasdır.
Destansı 150'ye satırlar. Əslində bir dənə gizemli kostümün değeri 7500 mücevher falandı. %30 indirimlə də ki bu 10.000 mücevher dolap deyək. 7500'e kostümü 500 idi ya da 250 bir şey. Aha, kaos dropların qiyməti onda 2250 falan mücevherdi oha. O tekstil hoşuma gitti. Olsa istediğim kostüm yoktu. Hal-hazırda. Hemen evet, katalog olarak kaldı. Tamam. Olsa 10.000 mücevherim var. Asar işledim 15.000 dolar. Mesela bu teklifə baxayım. Alt yazını indi bağlayıram. Bu ikisi beraber bir yerde eləyir hər üçün 5500 mücevher. Star droplarda 250'den hesablayaq. Əslində bahaya satılır da neysə. 600 ay 6000 getdi. Həqiqətən də %50 indirimdir. Wow. O Karl teklifi, Sultan Karl teklifi çok da şeydi. Məndə də kostüm aldım, progression'um var. Demək o kutular məndə çox şanslı olur, xoşuma gəldi bu tema. İstediğim hər hansı bir efsanevi kostümü 22.000. O pin 1'deki Brawl Pass pinidir. Oyun inşallah Brawl Pass pinlerini bu cürünə verməzsən. 22.000'e bir tane efsanevi. Aslında hesaplasayı 10.000 mücevher değerindedir bir tane efsanevi. İstediğimiz birini almayı lap diye 15.000'di. Poxşimi teklifti tamam. Pulsuz skadicesi alsam mesela üçün dükkanda birdən-birə azaram, coşaram. Animasyonu gəldi. Bu şans düşməsə... ne? Bu star droplar... mücevher verər ya. Da sadece mücevher veren bir star drop heç əyləncəli olmaz. Neyse, böyle bir şey diyeceğim. Ne diyecektim diyen bir bakayım. Bu kutulardan kostüm çıxma oranının düşməyə əslində bir tərəfdən xoşuma gəldi. Çünki botlarda belə kostüm olmama ihtimal. Bir dənə sayt var, oradan ən az işlədilən kostümü baxa bilirsən də. Adi karakter işlədilmə oranları %0'ın altında ya da 1 falan oranındadır o dərəcəyə. Birinci yerde necə kostüm var axı, karakter olmalı. O məsəl üçün çox zor bir təklifdir. 2000 bura gəlir falan. Neyse daha 10.000 niş 20.000 şeyi 9.000'e verir. Kostümler var. Alt yazın bakmayın. Ama oyunda 10.000 denen pin olmayacak. Çok ağır. Köhne skinlerde kalır. Kolet kostümüydü o. Diyor kolet kostümü. Diyor kolet. Kolet kostümü gelip işte bu Firko kolet okşayır. Diyor. Ay diyor. Çok şimdi neyse. Bu Spike'ın kostümü işte. Neçeye maslı kostümü 300 olsa da alayım. Brawl Pass tamam. Demeyeceğin ki Brawl Pass kostümü. Holy fuck efektler de Virgo Colette'in efektidir de. Brawl Pass alacağım. Alacağım sezonu. Prosu bunları bir screenshot almalıyım tez bir şekilde. Ekranı söndürmesem yaxşıdır. Bunları screenshot'ını alacağım. Aha, bunu da screenshot'ını aldık. Efektler zordu. Telefon niye donur?
Ekran dolu. Çok əladır. Colette, işte bu Colette mentioned. İşte bu. Aa, vuruş efektleri qəşəngmiş. Görünüşü qəşəngmiş. Vuruş sesi qəşəngmiş. Çox şimiymiş. Finks'e yeni 300 elmaslı kostümü. Da Finks mainler otursun ağlasın, bir de ucuz kostüm yok da karakter. Top tutan Jin. Ne alakam yok. What the fuck? Aa, ayakkabı süren... What the fuck? Kicker Carl the other one. This is also the Brawl Pass skin in the Brawl Strikers season. We also got Referee Bull as the most strict referee ever. O Meeples'ın zor kostümü. Aa, Lu'ya da lazım idi. Bak bir tane karlı kostüm lazımdı öyle de. Bak bütün karakterler lazım idi. Bak söz arasındayım. Söz arasında. Karlı hiç lazımdı öyle. Ama da Colt'tan daha çok kostüm olacak karakterin. Belki düzeyhiler. Otsa da lazım idi. Bu da 300 oradan kadar 300 elmas kostüm. Ya da ki gizem. Savaş topu değişti değil mi? Also, what the fuck? Hero... Diyan, Brawl Stars Cook. Brawl Stars Cooking. My Hero Academia ne? Ne? What? Ne dedin Diyan? Ne? Zor. İşte bu. İşte hamısı aldım. Hamısı aldım. Oy Pirmo. Tomura Shigaraki. Muraviti Pokemon neyse. Deku. Hamısı aldım. 300 elması var ama 500. Ama aldım. Ne? Umurumda değil. My Hero Academia. Bir de Colette skinleri. Peep. Buffys. Guys, I've seen Buffy somewhere. Buffys are now split into trio machines. So instead Oy of Allah two senden trios per razı machine, olsun. we have one. It's now Allah slightly senden easier razı to get the olsun. specific Buffy you really Biri gedirdim bir dənəcik məsəl üçün də Bulun Buffy'si qalırdı. Mən niyə bilən Bul Buffy'si üçün bütün hayat sigortamı yatırmalıydım axı. want. We are Zor also oldu bu. changing the free Buffy per machine to Colette'in give Buffy'si one yok. free random Buffy per update. Bak ben Colette This Buffy. update will have Buffys for one trio. Buffy geldi. The gift. Colette Buffy gəlir. Colette Buffy gəlir. Griff's piggy bank Colette can mentioned. now be aimed, and when buffed, no. it can get a Bomba bigger atabilir. explosion if you shoot. Umurumda The coin değil. shower now throws a shower of coins in a specific area, and when Bu aksesuar evi Pox kimidir. İndi lap da Pox kimidir. buffed, this area grows Hiçbir open. şey. Griff's keep the chain star power, Diğer now makes aksesuar the çok attack iyi. wider Bunun and hasarını adds arttırma. another row Min of falan coins. neresine And when belki buffed, işte it derim. gets a mega coin added to the center of the attack if you have full ammo. Business Oha. resilience when buffed makes Griff super heal himself once the projectiles come back. Ölümsüz. And Griff's hyper buffy becomes Hepsinin amı. piercing. Two more to Oyun. go. Let's go to cold. Gördüğümüzdür. And Griff's hyper buffy becomes piercing. Bir tane yıldız gücüyle hasar artır. Bir tane yıldız gücüyle ölümsüz olur. Üstünde hiper şarjlı vuruşunda içinden keçir. Şu Brawl Arena oyuncular var ise kariyerleri bitti. Oyun what the fuck are you doing yani? Hiper... Two more to go. Let's go to collapse. İşte bu Now Colette'in Gadget buffları. now fires a projectile Colette niye that charges 12 mi the davranır? ball and Neyse, makes them hoşuma walk geldi. toward her. When buffed, this Bu aksesuar projectile işlerimizde pierces artık hiç both işlediğimizin and başı brawlers. zor olur. Gotcha can now be used 3 times and is aimable. When buffed, it can only 3 dəfə işlətməyində bir dənə pis, bir dənə yaxşı yeri var. Pis yeri əvvəl 4-5 dəfə işlədə bilirdik. Bunu işlədə bilirdik. Heç bir Colette oynamadığı üçün bilmirsiniz bunu. 4-5 full mərmi ilə girsəniz 4-5 dəfə ata bilirsən o adamın üstünə və ölümsüz olursan. 3 dəfə işlətməyin şeyli aksesuar kimi necə yaxşı yer var. Aksesuarı basan kimi adamın üstünə qaçırdın əvvəl ki teki can yığasan.
Dedi bir məcburiyyət yoxdur. İstədiyin zaman ata bilərsən aksesuardan da olur. Burası çox əla olur. Push Ve it, star min power cana got a small qalğanın bitmə sürəsinə bağlıdır bu. Min cana ilə çıxma temasını yəni bəlkə Colette'in bir canlı uduzduğu eşleşmelerde biraz şey olabilir, əla olabilir falan işte yani. improvement where brawlers can't attack Colette anymore at the end of her push. When buffed, Colette's dash Bu əslində çox əla olub. Ulti atırdım normalda. Shelly ultisi olur da. Bax mən adam ulti spamlayırdı. Mən ki itələdim də onu geri kayıb bam qoyurdu ağzımın ortasında ultini öldürdüm. Bu sərsəmlətməklə bərabər daha gec qoyacaq Master ultini. Tax now gets a stronger damage reduction when the super is used, and if she hits a target, we'll get an even higher damage reduction. Bu yıldız when gücü Buffy dişlerinde. also steals ammo from the brawlers she hits. Colette's hyper Buffy now throws a secondary smaller attack after her main one, just like her hypercharged super. And finally, our Ah. favorite emo boy, What the Edgar's fuck, Let's William? Fly, is now a nameable scarf and can latch himself onto brawlers or walls. Once a target is hit, he jumps over it. When Buffy, Edgar gets faster if he hits a target. Hardcore when Buffy gains immunity to crowd control. Əvvəl bu aksesuar işlədirdim çünki hesablaşmada falan oyunun başında ulti ilə doğa bilirdin. Doğa bilirdin yəni ki ulti ilə gezirdim, burası yaxşı idi. Və milləti görəndə ki ulti üçün daşın duvarın dibinə girirlər, onları cahil hesab edirdim. İndi mən daşın duvarına girən tərəf olacağım. Çünki Edgar'ın birazcık tullanmayı görək də necə olacaq. Abilities for a brief period when activated. Ben beyaz Heartland, gördüğüm düz Edgar iyiydi. gets faster if he hits a target. Hardcore when Buffy gains immunity to crowd control abilities for a brief period. Edgar'ı dayandırmağın ikicə yolu var. 1. Yavaş, yox, 2 yolu yox, 3 dənə. 1. Onu yavaşladıb özünü tez yetməyi falan, yəni yavaşladılması. 2. Stun yeməsi. 3 də ki, yüksək hasar olmağım. Divə girsə də ya da qaça biləcəksən, yəni o cür də, yəni itələmək falan. Və mənə deyirsən ki, sadəcə yüksək hasar olsam bu aksesuar sayəsində Edgar'ı öldürebileceğim bundan sonra. Heç. When activated, hard landing star power now is also applied to his Aksesuar left nədir fly bir gadget işləyir? and deals more damage to land exactly on top of Hı. the brawler. When Buffy 1000 hasar verir əvvəl, İndi 3000 hasar verir, çox əla. landing exactly on top of the brawler charges a bit of his super. Feasting Hı, kills when ulti Buffy also doldurur. heals Edgar when Hı, taking bir de down the ölümsüzdür. brawler. Edgar's hyper Buffy adds 2 extra Bir də attacks. ki, mənim qonşumun evinə qədər olan bir mənzili var Edgar'ın, maşallah. Edgar'lardan zəhləm getdi, söz oldu. Yeni oyun modları. New Evet, game modes. anlıydı We have oğlum. two team game modes this update. The first one Ha, is tez more oyun like a moduymuş. modifier than actual game mode, and it's Ember for the neyini Star böyle Patrol valla? season. There'll be different crystals in the matches, güzel, and once ha. you pick some of them up, Colt you diye bir become yol. one of the Star Patrol Gaz niye girls. Or Özür dilerim, each Miko, of Hatsu them ne have Miko'su different be. abilities based on the brawler they've turned into. Also in the same season, there'll be a 5 versus 1 boss battle against Void Finks and Void Colette. After you beat all difficulties, you Colette boss unlock a fight'ı. time trial where you can always check how fast you can defeat the bosses. This game Yeni modifier Star will Drop be ne part of maraqlı the Star geldi mənə. Patrol event that will start with the season. As for the Brawl Strikers and Adidas collab, we'll have the Super Ball game mode. First of all, there'll be a goalkeeper. Can you imagine? Goalkeepers in a football match? It'll try to defend as much as possible, but you can Yeni also əla take it down. duyandakı If it takes enough damage, danqalaqlar you'll get tutamırdı stunned. top There's falan. also a new kicking mechanic Yeni oyun where if modları you hər zaman clear sıxıcı attack, olub, you bu can da charge lap da the ball sıxıcı and olub. shoot it further. A max Yeni oyun modlarını götürməyində pis bir şey yoxdur. Arada gəlir, oynayırsan, gedir falan. Amma düzdür 1 milyar indirməni falan keçib oyun son zaman. Amma belə bir şey var. Oyunda bu dəqiqə Allah bir 100-ə yaxın oyun modu var. Ya amına koyayım bax. Hamısını da qoymusan oyun ekrana. Yəni məsələn elmas kapmacanı oyunun başında oynayanlar oynayır bəlkə. Elmas kapmaca qədər pis bir oyun modu yoxdur. Brawl Hockey pis desəm linç yeyəcəm. Yenə də deyəcəm yorum zad kasın. Sıcaq bölgə sıxıcı, alan kontrol karakteri seçib udmalısan, takımın da yaxşı olmalıdır, baskı qurmalısan. Soyğunda ya yanına 2 dənə qoyun düşür, ya da qarşıya 3 dənə qoyun düşür, udursan.
Falan ya bir dənə savaş topu qalır. Bir dənə də ki hesablaşma qalır. Hesablaşmada da suikastçı yaxın mənzil Oros şokoladı yemiş insanlar olduğu üçün bəli elə bir şokolad var. İstəyirsə araşdırın. Yəni savaş topu qalırsa mən ancaq savaş topu oynayıram. Bəzən də hasar görüb olanda savaş arenasına girirəm. Ya o tez oyun moddan heç bir mənası yoxdur oyun. Heç bir mənası yoxdur. Ondan sonra əlimizdəkilər gedişdi. Məsələn soyğundakı o qalğan söhbətini yığışdırın da qalğan söhbəti necə olsun? Bu dəqiqə oyun tam belə xəta elədin ölərsən məntiqində olduğu üçün çünki çox yüksək. Hardasa bütün karakterlərin hasarı 5 milyardda olduğu üçün belə bir şey deyə bilərsiniz yəni. Hər qalğan açılanda kasanın hasar alma oranı aşağı falan düşsün. Çünki Melody'nin 3 saniyədə %25 hasar verməyi heç normal bir şey deyil. Həm də heç. Məsəl üçün %20 aşağı salsın. Melody 3 saniyədə 25% falan salmasın, yəni elə bir şey. Və mən də oyun başından bəri bir dənə yerdə deyəm ancaq ulti spamlayıb udmağı. Yəni bunları düzəldin adamlar falan filan. Bir də hesablaşmanın da eşitləşmə sistemini düzəldin. Ancaq suikastçı gəlir. Belə bir şey deyə bilərsiniz də hesablaşmada. Mənim seçdiyim karakterin məsəl üçün endərliyi mi deyim, türü mü deyim və ya ona yaxın bir şeylərə düşdü. Məsəl üçün Edgar seçmişəm. Qarşıya da Miko düşsün, Primo düşsün. Belə tullanan ya Edgar da tullanır, yanma da tullanan, belə uçub qaçan suikastçı ya da Edgar tipli karakter Kenji qızan yığdığı üçün deyirəm Kenji. O cür karakterlər. Məsələn, Jenny seçməmişəm. Keskin nişancıdır Jenny, amma mən alan kontrol deyə fikirləşirəm çünki alan vurur. Ya amma belə də qarşı şey gəlsin. Olli. Sonra ağlıma nə gəlir? Ems. Ems bozuq olar. Yenə də yəni indi baxmayın. Ems falan. Yəni onun yaxınlığında karakterlər gəlsin. Yoxsa mən Dynamite seçib 10 dən 9 dən Edgar tərəfindən təcavüzə uğramaq istəmirəm. Yəni bunun üstündə işləyim bala. Bu kadar. Ve savaş topundaki yanma gelen anasız takım arkadaşlarını biraz vətən biraz şey göstərin onlara, aile göstərin, aile sevgisi göstərin. Bu kadar. Charged ball can damage opponents. And if you pass it to a teammate, they can still rapidly pass a charged ball. Görüntüleme maraqlı değil. The Super Bowl game mode will be part of an Adidas event coming in June and related to Brawl Ball and hockey. Evrende baş verdiğim bircə dənə şey var. Paltar markası ilə niyə işbirliyi edərsən ki? Məsələn mən ACY kişini işbirliyi elədim. Deyəcəm oyunumdakı məsələn Fortnite-da balanımın üstünə paltar giyindirəcəm üstündə ACY kişi yazıb. Ən məntiqsiz işbirliklərdir paltar işbirlikləri. Ayaqqabı işbirliyi. Brawl hockey oynamırdım ama çok sağ olun. Çünkü Nipples. Ha, top biraz daha ileri gelir. 10 yaşamışam ben gol yemişim ona göre. Başka şeyler. Naja is getting a hypercharge which makes her super spawn 2 times more jars. And also each snake that comes out Yani of iki katı ilan bırakırsa nerf yiyeceği için karakterisinde öyle de bozuk the jar değil. leaves a poison trail as they move. Şimdi şu bu. Oyun ne yapıyor amına bak. Globus'un hiper şarjına bak. Bütün attığı o ulti etrafına vurur. Pierce'a bak. Sonra Naja'ya bak. Ama güçlü olmayan karakteri götürdüğüm şeye bak hiper şarjı. Zaten güçlü olan karakteri götürdüğün hiper şarjı bak. Ne alakada oyunda? Pul da kazanabilmezsen o yüzden. Çünkü zaten güçlü olan karakteri adamlar maxlayır. Ki daha çok əzici qüvvət qoysun. Zaten max olduğu için de adam Buffy alması o kadar da böyük əziyyət olmur. 150 elması verir. Ya da gözləyib 5000 altında alır. Ama heç bir insan ya ortalama bir insan görməmişəm ki eşi
ya da ki məsəl üçün deyirəm Globert'ı falan filan makslasın. Makslamalarının səbəbi odur ki, karakter zəifdir. Sən bu karakterə güclü hiperşarj versən, adamda o cürdə bir motivasiya yaranacaq ki, bu karakter zəifdir, amma 11 səviyyə eləsən güclənəcək hiperşarjına görə. Şu money. Dostum, ben devrimciyim yahu. Neyse. Bad behavior in trophy game. Same Kupa deal as yolun in bak bütün sözlerimi geri alıram. Kupa yolunda o banlanma sistemini götürdünüz oyun. Teşekkür ediyorum. God bless you. rank. And if someone gets enough reports, they'll get a warning. And if it continues, they will get a timeout from all team game modes Ah. and can only play solo showdown. You can now Onu bırakın da Edgar Beyaz necə Sprot'a öldü, o mənə maraqlıdır, neysə. favorite friends from your friends list. Aha. Once they're online, Favorileyebilirim. you'll get a notification letting you know they're playing. And the friend screen got some visual improvements as well. Gotcha. And you can add notes to the friends so you remember God who's damn. Bu yani biraz da cool. favorite friends and new friends screen will be released later in the update. From May 15 to 17, you can watch Boring. the best players in the world in the Brawl Cup. Boring. Remember to place your predictions Məni and interact with the show çağırsanız on bəlkə event.brawlstars.com yenə də on May 14 to boring. get cool cosmetics and a free Aha. heart. Prestige show on Kozmetikləri alacağınız, siz də alın. event.brawlstars.com on Buradan May girin. 14 to get cool cosmetics. Baxək. Pin 1-2 gün işlədərəm. Sprey. Ejekins kostümünün spreydir. Amma verirlər. Almanya bayrağı. Ağlıma biraz şeydə gəlir, amma YouTube tərəfindən dəhşət vəhşət ban yeyə bilərəm deyə heç nə deməyəcəm. Free heart. Prestige Hiperşarj battle drop cards başı. added for 100 100 prestij and başı. 200 prestige. That's all, but not 150 üçün də şokdur da oyunmaz. Bax, oyun. 100 üçün götürdüyün şeyə bax. Get cool İnsanda cosmetics and a free motivation olmalıdır. prestige battle cards added Neçə insanda benim 200 prestij vardı. Top ladder'daki jobless insanlardan başqa heç kimdə 200 prestij yoxdur bu dəqiqə oyun. for 100 prestij var, çox qəşəng. 100 and 200 prestige. 200 pox kimi. Necə pox kimi? 200 üçün pox kimidir bu. That's all, but not before you get this freebie. Alın bunu. Bu qədər. Bunlar namına koyayım, neyse. Güncəlləməyə puanım budur ki, sonda göstərdikləri o əlavə şeylər niyəsə ana güncəlləmədən daha seksi olur. Onun səbəbini bilmirəm. 500% videonu da bir gün gecikdirəcəm. Əslində Brawl Talk tezə bitib. Mən biraz iş gücüm çıxdı deyə indi izləmişəm. Peak idi. My Hero Academia. Peak. Kostümlər düzdür desəm, kostümlərdə futbol tərəfinin effektləri maraqlıdır mənə. Çünki futbol olanda bir şey içində ne yalan diyeyim, yani mid anime kostümləri pox kimi idi. My Hero Academia'ya yenə sözüm yox, Peak. Prometheus'a 30 durublar, Primo'ya gələn kostüm olsun falan, Deku'nun kostümü, Uraviti'nin kostümü falan, onlar kostümlər qəşəngdir. Amma çox 80 elmaslı kostüm olacaq mı güncəlləmədə inanmaram. Uzun zamandır 80 elmas kostüm gəlmiş çünki. So anime karakter bak Colette fan kimi çıxacam. Amma görünüş baxımdan Colette'inki qəşəngdir. Belə effekt olaraq hamısı qəşəngdir. Colette'in effektləri biraz şey elədi. Ürəyimi yaxdı ki, bu qədər gözlədim Colette kostüm üçün. Gözləntimin altında bir şey çıxdı. Və niyəsə hər zaman anime teması olanda Colette işlədirlər. Səbəbini mən də bilmədim. Bir də mən şeyləri tapsam onları da eleşdirəcəm də, dəngələmələri. Bütün dəngələmə dəyişikliklərini də tapdım. Birincisi bufflara baxaq. Lumia 2 dənə buff gəlib, mərmi hızı ilə can artıb. Lola'nın ultisini %50 düşürdü hasarı, 33% düşəcək. Əslində ultisinin hasarı artıbsa çox zor bir şeydir. Lola dəyəri görünməyən karakterdir. Bəlkə metaya gələ bilər. Feng'in canı artıb. Feng'in əslində zəif bir nöqtəsi yoxdur. Metadakı karakterlər güclü olduğu üçün Feng'in dəyəri yoxdur bu dəqiqə. Neysə. Bax, Surge'ün nədir? Ulti ilə ulti doldurma şey üstə bu 500%.
Bax ulti doldurma oranı 7% heç lazım deyildi, heç. Oynaya zaten bu karakteri, lazım deyil. Bonus damage her şeyini artırıblar. Maze'nin ama bence bir işe yaramayacak. Globert'ın menzilini biraz artırıblar. Məntiqsiz. Ya bu Maze ilə Globert'ın buff'ı bir şey demeyecek. Buff götürmüşlər kimi eləyirlər. O Draco'nun ultisinin hasarını artırıblar. Bilmirəm nədir o. Yürüme hızını artırıblar. Daha yaxşı tuta biləcək karakterlər əla. Bu hansı da yavaşlatmaq qusarı. O saniyesini düşürblər qəşəng. İndi ultidə 1300 hasar çıxmayı Daryl'ı bax təzə karakterə qarşı yəni istəyən qəşəng yəni böyük bir buffdır əslində. Speed bonus oha deyən. Vuruşu ilə daha tez gedə bilir Cici. Cici əslində bu da dəyəri görülməyən karakterdir. Bu mərmisi də vəsə. 2000'ce canı qaldı adamlar. Bax heç nə vəsə. Karakter bomba mən bunu 2000'e zada kasarım. Neyse şey hasarını artırıblar nə diyor? O 2. yıldız gücü. Ya bir şey demeyecek. İndi nerflərə baxaq. Ortalama baxsam bir belə baxım. Çoxsu lazım. Bəziləri lazımsızdır, amma qalanlar əladır. Deməli, no longer stack. Leon'un buff'ləri mənə çıxmadığı üçün başa düşmürəm bu nədir. Artıq stoklanmır. Canı 7200'den 6600'e düşür. Tamam əladır bu. Bəzi məlumatlar yadımda düşdü. Projected light. Mərminin gec düşməsi Ziggy'də. Heç bir şey. Sadece ustalar oyuncuları qaşı oynayırdı bu Ziggy'dən. Niye bunu elə düz ki bala? Ultinin dolmasına azal. Yani böyük nerf'de öyle lazım da öldü sadece. Hasarını niye azalttınız Grom'un bilmirəm. Damage artıq köhnə buff'ləri şeyləri qıtarın artıq. Nerfləməyib ya silin ya da nerfləməyib şey tezə başlayan oyuncu üçün o buff'ləri almağın heç bir mənası yoxdur. Neyse. Ulti hasarı tamam bu zor olub, bəli olub. Pierce lənət oxuyacaqmış. Bax, yavaşlatması problem deyil karakterin. Uzaq mənzildən mənim qonşuma doğru niyə mərmi ata bilir axı Pierce? Mən tek problem odur. Və siz deyirsiniz ki, yavaşlatmaz olur. Küsüb başınıza. Cleanse nerfünə bax. Mənzili %8 azaldı. Mən də Batuhan mənəm nə? Ne değişti yani Cleanse mənzili azalmayı? Boş. Çok boş. Bonus damage. Belki tezi meta karakterlere göre el vurmadılar Cleanse'ye. Ki bir şans olsun cemaatinde o da olabilir. Ama menzil ya hasarı azaltsaydınız her bir şeyini Cleanse'nin daha mantıklı olacaktı. Neyse. Bu bonus hasar 20'den 15'e düşüp tezi çıkmıştı bugün bu Buffy mənə niye elədim bunu oyun? Sonra %60'dan %50'ye düşüb can basma. İlan canı 3200'de 2400'e düşdü. Çox lazım idi bu. Ölmürdü ilanlar. Snakes explode only when hitting enemies no longer on the field. Çox əla. Öləndə partlayırdılar, zəhər hasar verirdi. Kiməsə dəyəndə verir zəhər hasarını. Bu çox əla olub. Auto aim no longer targets enemies in bushes. Deyir ki, auto aim bundan sonra çaldakı adama getmir. Bu bir tərəfdən çox əla bir nerfdür, bir tərəfdən yenə də əksidir. Səbəb budur ki, mənzili yenə 5000 metrdir. Bax tek lazım olan nerf mənzil nerfdür. Karakterin zaten vuruşu çox güclüdür. Ultisi sadəcə ona qalğan yaradır, yəni bu qədər. Otdakı adama getməmək bəzi otlu xəritələrdə problem yaratacaq. Adam otun içinə girəndə və Naja onu tapırdı 2 saniyəyə. Çünki tapamayacaq görüş əşyası alınasıdır. Poison Cloud deals more damage the deeper you are. Bax, bomba olub. Mənası budur ki, zəhər buludları nə qədər dərinlinə getsən, o qədər də hasarı artır. İndi son danışmanı edeyim.
Deməli, güncəlləmə haqqında fikirlərim budur ki, yəni kostyum tərəfi daha da yaxşı ola bilərdi. Collaboration əla idi. My Hero Academia oyun demişdinsə belə balaca collaboration. Bilmirəm özəl etkinlik, mücadilə falan gələrmi, amma nəysə, məncə mücadilə ilə hansı bir kostyumu verərlər bizə. Tezə şampiyon nav spreylər falan qəşəng idi. Da qaçırmayın, endərdə onlar. Dəngələmələrə gəlsək, yəni tək lazım olan hasar nörfü idi. O da oyun nörfünü eləmədi, yəni hasar nörfü lazım idi oyun bizə. Hansı bir karakterini yavaşlatmayı, can yığmayı falan tamam. Əladır. Amma Bibi dibimə girib hər sopası ilə məni 2800 vurub. Pius qırmızı vuruşunu Miko'dan 10 qat daha tez doldura bilirsə, Miko vuruşundan daha tez doldura bilirsə, nəyimə lazım Bibi daha az can yığırsa, yəni. Ya da ki, məsəl üçün, Naja, əgər Byron'dan, Mandy'dən, Piper'dan falan uzaq düşən karakterlərdən belə, bəlkə Mandy'dən belə, daha uzun mənzili varsa, otları dedi, belə bilmirəm. Hə, o tərəfdə deyəcəydim ki, belə boşluqda dayanmısan da, hə, açıq ərazi mapdir. Yenə ilan otomatik getəcəkdi ona da. Məsələn, o tərəflərdə yenə də həmin şeydir. Mənzili yenə uzaqdır. İlanı zaten cəmaatı özdə qorumaq üçün və ya cheap damage deyilən bir şey var idi. İlanın hasarı çoxdur. Bu qədər. Bir ilan niyə bir Byron vuruşundan daha güclü vura bilir? Tamam, karakter yüksək hasardır. Yüksək hasardırsa karakteri ona görə işləyin. Məsələn, Griff falan orta mənzilləri var, güclü vururlar. Amma Naji uzaq mənzil, yüksək hasar çox bozuq bir ideyadır. Mənzilini qısın bu karakterin %50-50 düz, bunu tamamilə düz. Hasarını biraz da artırıb mənzilini böyük bir dərəcədə azaltın, bu qədər. Yüksək hasar istəmirsiniz? Mənzilini azaldın. Hasarını artırın. Mənzildir tək problem və ilanın hasarıdır. Neysə, Naja elə də güclü olacaq. Sonra bufflar, yəni arada yerdə məntiqsiz bufflar var idi, amma Naja'nın bəlkə də 1 milyonuncu buffıdır və millət elə də gücsüz deyil, amma məncə gizli güclü. Mən də bu fikirlə razıyam və çox əyləncəli karakterdir məncə. Təbii maxlayandan sonra. Pro Talk tərəfindən fikirlərimi isə yenə deyəcəm, kostyumlar pox kimi idi. Yəni, gözlədiyim hər Brawl Talk'da gedə-gedə azalır. Keçən sezon kostyumlarını heç Bibi falan bəyənmişdim. Az bəyənmişdim. Bu güncəlləmədəkiləri daha az bəyəndim də. Bildirim gəldi mənə, yoxsa mənə elə gəldi amma. Hə, işte cinlər falan ağlımı yozur. Kostyumlar lap da gedə-gedə daha da bərbadlaşır necəsə. Katalog bir zəfər dükkanı zaten o tərəflər çox qəşəng olub. Kostyum effektlərini bilmirəm hələ ki. Videoda 500% bir gün gecikdirəcəm. Və Buffy'lərə gəlsək, bu dəfəkilər bozuq idi, tamam. Məsələn, Edgar Promoy Assassin olub. Yəni, biraz yaxın mənzillərə qarşı şansı artıb, assassinliyi artıb, Colette ölümsüzlüyünə oynayıblar. Griffin isə yüksək hasardan maksimum dərəcə hasarı çıxardıblar karakteri və digər yıldız gücü ilə biri ilə ölümsüz, biri ilə yüksək hasar ola bilir. Buffy sisteminin dəyişmələri də çox qəşəng olub. 3 ayrı slotlar eləyiblər. Yəni güncəlləməyə puanım 10 üzərindən 7. Quality kostyumuna görə 1 puan artdı. Yoxsa 10 üzərindən 6 idi. Amma 10 üzərindən 7. Yəni güncəlləməni tək qurtaran şey deyim də, My Hero Academia, bir də ki Colette kostyumu. Bu ikisi qurtardı valla. Finks'in kostyumu da əla idi, ona söz yox. Finks'in kostyumu, Colette'in kostyumu, My Hero Academia işbirliyi və mücəffər güncəlləməsi deyim belə. Bunlar qurtardı güncəlləmə, yoxsa pox kimi güncəlləmə idi. Neysə, öpürəm canlarım. Bilmirəm bu qədər uzun videonu kim izləyəcək falan. Amma neysə, görək nə olar. Bir gün gecikdi 500% video. İnşallah fikirlərimi qulaq asarkən sıxılmadınız.
Gününüz yaxşı keçər. Bay bay canik olarım.